Avtobus 3014 km yol gedib. Gedəcəyi ümumi yol 8124 km olduğuna görə nə qədər yol qalmışdır? Ümumi yol 8124-dür. Gedib 3014-ünü nə qədər qalıb? Gəlin alt-alta çıxaq və tapaq. 4-dən 4 çıxanda qaldı 0, 2-dən 1 çıxanda qaldı 1, 1-dən 0 çıxanda qaldı 1, 8-dən 3 çıxanda qaldı 5. 5110 km hələ getməlidir. A variantı doğru cavabdır. Oteldə 186 otaq və hər otaqda 3 çarpayı var. Oteldə cəmi neçə çarpayı var? Bir otaqda 3 çarpayı varsa, 186 otaqda 186 vurulsun 3 qədər çarpayı olar. Alt-alta vuraq. 3 dəfə 6-ım 18, 8 yazıram 1 yadda. 3 dəfə 8-im 24, 1 də yadda 25, 5 yazıram 2 yadda. 3 dəfə 1-im 3, 2 də yaddaydı 5. 558. B variantı doğru cavabdır. Gündə hər biri 18 litr süd verən 35 inək bir ayda cəmi neçə litr süd verər? Dostlar, bir gündə bir inək 18 litr süd verirsə, bir gündə 35 inək nə qədər süd verər? Bunu tapmaq üçün 35-i 18-ə vurmalıyıq. Gəlin vuraq. 8 dəfə 5-im 40, 0 yazıram 4 yadda. 8 dəfə 3-üm 24, 4 də yaddaydı 28, üstə gəlsin. 1 dəfə 5, 5, 1 dəfə 3, 3. Toplayaq. 0, 8 ilə 5-in cəmi 13, 3 yazıram 1 yadda, 2 ilə 3-ün cəmi 5, 1 də yaddaydı 6. Deməli, bir gündə 35 inək cəmi 630 litr süd verir. Bəs bir ayda bu inəklər nə qədər verər? Bir ayı 30 gün olaraq nəzərdə tutun deyir. 630-u da vurmalıyam yenidən 30-a. Sıfırları kənarda saxlayıb 63 vurulsun 3 kimi hesablaya bilərəm də bunu. 3 dəfə 3 elədi 9, 3 dəfə 6 elədi 18. 2 dənə də 0 var idi. Yanına 2 0 əlavə elədim. 18900 litr. B variantı doğru cavabdır. İfadənin qiymətini hesablayın. Bilirik ki, birinci ifadədə vurma bölmə həll olunmalıdır. Daha sonra isə ardıcıllıqla toplama çıxma əməlləri. Gəlin əvvəlcə vurmanı həll eləyək. 1256 vurulsun 3. 3 dəfə 6 18, 8 yazıram 1 yadda. 3 dəfə 5 15, 1 də yaddaydı 16, 6 yazıram 1 yadda. 3 dəfə 2 6, 1 də yaddaydı 7. 3 dəfə 1-im 3. 3768. Birinci tərəfi tapdıq. İkinci əməlimizi yerinə yetirək. 96 bölünsün 12. 9-un içində 12 yoxdur. 96-nın içində baxacaq. Dostlar, 9 dəfə yazsam çox olar, düzdür. Gəlin 8 ilə yoxlayaq. Kənarda 12-ni 8-ə vuraq görək neçə eləyir. 8 dəfə 2-im 16, 6 yazıram 1 yadda. 8 dəfə 1-im 8, 1 də yadda 9. 96 elədi. Deməli elə 8 imiş. Bu ifadəni də həll elədik. Üçüncü əməlimiz çıxma əməlidir. Birincidən, yəni 3768-dən ikinci tapdığımızı, yəni 8-i çıxmalıyıq. 3768 çıxılsın 8 bərabərdir 3760-a. Son olaraq 4-cü əməli həll edirik, yəni üstünə 57 gəlirik. Bunu alt-alta toplayaq. 3760 üstə gəlsin 57. 0 ilə 7-in cəmi 7, 6 ilə 5-in cəmi 11, 1 yazıram 1 yadda. 7, 1 də yaddaydı 8, 3-ü dolduq kimi aşağı salaram. 3817 doğru cavab oldu C variantında. Bir vurma əməlində birinci vuruq 37, ikinci vuruq isə birincinin 2 mislindən 5 vahid çoxdur. Bu iki vuruğun hasili neçədir? Dostlar, hasili tapmaq üçün bizə hər iki vuruq məlum olmalıdır. Birinci vuruğu bilirik 37, ikincini bilmirik, düzdür? Əvvəlcə ikinci vuruğu tapmalıyıq. Deyir ki, ikinci vuruq birincidən, yəni 37-dən 2 mislindən 37-nin 5 vahid çoxdur. Neçə eləyəcək? 37-in gəlin alt-alta 2-yə vuraq. 7 dəfə 2 14, 4 yazıram 1 yadda. 2 dəfə 3 6, 1 də yaddaydı 7. 74 üstə gəlinsin 5, yəni 79. İkinci vuruğumuz 79, birinci vuruğumuz 37. Bu ikisinin hasili neçə eləyəcək indi? 37 vurulsun 79. 9 dəfə 7-im 63, 3 yazıram 6 yadda. 9 dəfə 3-üm 27, 6 da yadda 33. 7 dəfə 7-im 49, 9 yazıram 4 yadda. 7 dəfə 3-üm 21, 4 də yaddaydı 25. Toplayaq. 3 olduğu kimi düşdü. 3 də 9-un cəmi 12, 2 yazıram 1 yadda. 3 də 5-in cəmi 8, 1 də yaddaydı 9. 2-ni də aşağı salıram. Cavabımız oldu 2923. B variantı doğru cavabdır. Hansı ədədi 9-a böldükdə qismətdə 128, qalıqda 8 alınır? Ədəd neçədir bilmirik, amma onu 9-a bölüləndə qismət edib 128, qalıq eləyib 8. Bölünəni tapmaq üçün nə edəcəyik? Bölənlə qisməti bir-birinə vurub üstünə qalığı gələcək. Bölənlə qisməti bir-birinə vuraq. 128 vurulsun 9.
9 dəfə 8 edir 72, 2 yazıram 7 yadda. 9 dəfə 2 18, 7 də yaddaydı 25, 5 yazıram 2 yadda. 9 dəfə 1 9, 2 də yaddaydı 11. 1152. Üstünə də neçə gəlməliyəm? 8. 1152 üstə gəl 8. 8 ilə 2-nin cəmi 10, 0 yazıram 1 yadda. 5, 1 də yaddaydı 6, 1, 1. 1160. Sən demə, bölünənimiz 1160 imiş. C variantı doğru cavabdır. Hesablayın. 2020 bölünsün 20. 2-nin içərisində 20 yoxdur. 20-nin içində 20 bir dəfədir. Bir dəfə 20 elədi 20. Çıxdı qaldı 0. 2-ni salaq aşağı. 2-nin içində 20 varmı dostlar? Yoxdur. Deməli bir dənə 0 əlavə eləyib, o biri 0-ı da aşağı salmalıyıq. 20-nin içərisində 20 bir dəfə. Bir dəfə 20 eləyir 20. Çıxanda da qaldı 0. Deməli cavabımız oldu 101. A variantı doğru cavabdır. Aşağıdakı ədədlərdən hansı 3-ə qalıqsız bölünür? Dostlar, bunların hamısını bir-bir 3-ə bölməyə ehtiyac yoxdur. Biz bilirik ki, verilmiş ədədin rəqəmlərinin cəmi 3-ə qalıqsız bölünürsə, həmin ədəd 3-ə bölünür. Baxaq görək hansı ədədin rəqəmlərinin cəmi 3-ə bölünəcək. 5624. Toplayaq. 5, üstə gəl 6, üstə gəl 2, üstə gəl 4. 5 ilə 6-nın cəmi 11. 11-in üstünə 2 gələndə 13, 13-ün üstünə 4 gələndə 17. 17 3-ə qalıqsız bölünmür. Deməli, bu ədəd özü də bölünməyəcək. 3535. 3, üstə gəl 5, üstə gəl 3, üstə gəl 5. 3 ilə 5-in cəmi 8, 8-in üzərinə 3 gələndə 11, 11-in üzərinə 5 gələndə 16. 16 3-ə qalıqsız bölünmür. Deməli, bu ədəd özü də bölünməyəcək. 9001. 9, 0, 0, 1, 10. 10 3-ə qalıqsız bölünmür. Bu ədəd də bölünməyəcək. 2001. 2, 0, 0, 1. 3, 3-ə qalıqsız bölünür. Deməli, 2001 də 3-ə qalıqsız bölünəcək. Biz artıq cavabımızı tapdıq. Doğru cavab oldu B variantında. 7645 ədədinin 9-a bölünməsindən alınan qalığı tapın. Gəlin bölək. 7645 bölünsün 9. 7-nin içində 9 yoxdur. 76-nın içində 9 8 dəfə. 8 dəfə 9 elədi 72. Çıxdıq qaldı 4. 4-ü salaq aşağı. 44-ün içində 9 neçə dəfədir? 4 dəfə. 4 dəfə 9 eləyir 36. 44-dən 36 çıxdım. Qaldı 8. 8 9-a bölünmür. 5-i salaq aşağı. 85-in içində 9 oldu. 9 dəfə. 9 dəfə 9 eləyir 81. 85-dən 81 çıxanda qaldı 4. Deməli, qismət oldu 849. Qalıq oldu 4. Bizdən də şərtdə qalıq istəyirdi. B variantı doğru cavabdır. Bərabərliyin ödənməsi üçün x-in yerinə neçə yazılmalıdır? Deməli, bizə bir bərabərlik verilib. Sağ tərəfində məchul bir ədədimiz var. Amma solda hər şey məlumdur. Gəlin əvvəlcə solu hesablayaq və bərabərlik neçəyə bərabərdir onu tapaq. 189 vurulsun 12. 2 dəfə 9 18, 8 yazıram 1 yadda. 2 dəfə 8 16, 1 də yaddaydı 17, 7 yazıram 1 yadda. 2 dəfə 1 2, 1 də yaddaydı 3. Üstə gəlinsin. 1 dəfə 9 9, 1 dəfə 8 8, 1 dəfə 1 1. Toplayaq. 8, 7 ilə 9-un cəmi 16, 6 yazıram 1 yadda. 3 ilə 8-in cəmi 11, 1 də yaddaydı 12, 2 yazdım 1 yadda. 1 də yadda oldu 2. 2268. Deməli, bərabərliyin sol tərəfinin əvəzinə 2268 yaza bilərik. İndi x-in üstünə 1268 gələndə eləyib 2268. X-i tapmaq üçün nə etməliyik? 2268-dən çıxmalıyıq 1268-i. 8-dən 8 çıxdım qaldı 0. 6-dan 6 çıxdım qaldı 0. 2-dən 2 çıxdım qaldı 0. 2-dən 1 çıxanda qaldı 1. Deməli, x-in yerinə yazılmalıymış 1000. A variantı doğru cavabdır. Tənliyi həll edin. 2x üstə gəlinsin 9 bərabərdir 45-ə. Deməli, 2x bərabərdir 45 çıxılsın 9-a. Yəni, 45-dən 9 çıxanda neçə qalır? 36-ya. X bərabərdir 36 bölünsün 2-yə. 36-nı 2-yə böləndə neçə qalır? Gəlin kənarda bölək. 3-ün içərisində 2 bir dəfə. Çıxanda qaldı 1. 6-nı saldıq aşağı. 16-nın içində 2 8 dəfə. 8 dəfə 2 16 eləyir. Qaldı 0. 18. Sən demək x bərabər imiş 18-ə. B variantı doğru cavabdır. Hasili tapın. 205 vurulsun 302. Gəlin kənarda hesablayaq ki, daha çox yerimiz olsun. 2 dəfə 5 10, 0 yazıram 1 yadda. 2 dəfə 0 0, 1 də yaddaydı 1. 2 dəfə 2 4 üstə gəlsin. 0-ı vuranda onsuz da 0 eləyəcək bilirik hamısına. Üstə gəlsin. 3 dəfə 5 15, 5 yazıram 1 yadda. 3 dəfə 0 0, 1 də yaddaydı oldu 1. 3 dəfə 2 6. Toplayaq.
0, 1 ilə 0-ın cəmi 1, 4, 0, 5-in cəmi 9, 0 ilə 1-in cəmi 1, 6 da olduğu kimi qalır. Deməli, 61.910 doğru cavab oldu A variantında. Diametrləri 6 cm və 14 cm olan çevrələrin mərkəzləri arasındakı məsafə 17 cm olarsa, bu çevrələr arasındakı ən yaxın məsafəni tapın. Dostlar, gəlin 2 dənə çevrə çəkək. Birinin diametri 6-dır, o birinin diametri 14-dür. Diametrlərini tapdıqsa, gəlin radiuslarını da tapaq. Radius diametrin yarısına bərabərdir. Əgər diametri 6-dırsa, radiusu 3-dür. Bunun da radiusu olacaq 7. 3, 7. Və deyir ki, bu çevrələrin mərkəzləri arasındakı məsafə, yəni baxın, bu ümumi məsafə 17 cm-dir. 3-ü bildik, 7-ni bildik. Bu aradakı qalan məsafə neçə olacaq onda? Bunu tapmaq üçün 17-dən 3 ilə 7-nin cəmini çıxmalıyam. 3 ilə 7-nin cəmi eləyir 10. 17-dən 10 çıxanda qalır 7. Deməli, 2 dairənin arasındakı məsafə də elə 7 cm imiş. D variantı doğru cavabdır. Şəkildə verilən A və B nöqtələrinə elə C və D nöqtələri əlavə edin ki, ABCD kvadrat olsun. Kvadratla bağlı biz nə bilirik? Kvadratın bütün tərəfləri bir-birinə bərabər olmalıdır və bütün bucaqları 90 dərəcə olmalıdır. Gəlin indi C, D nöqtələrini elə yerə qoyaq ki, bu iki şərtin ikisi də ödənsin. Əvvəlcə görək A-dan B-yə məsafə nə qədərdir ki, bütün tərəflər eyni qədər olsun. A-dan B-yə 1, 2, 3, 4, 5 vahid məsafə var. Deməli, bütün tərəflərdə 5 vahid olmalıdır, bütün tərəflərin uzunluğu. B-dən düşək aşağı. 1, 2, 3, 4, 5. Burada olacaq bizim C nöqtəmiz. Həm bucağımız oldu 90 dərəcə, həm də tərəfimiz bərabər oldu. Davam eləyək, D-ni tapaq. 1, 2, 3, 4, 5. Deməli, D də olmalıdır burada. Tərəfimiz 5 vahid olsun və bucağımız 90 dərəcə olsun deyə. A-dan D-yə də yenə 5 vahid oldu. Deməli, kvadratımız oldu belə. Bucaqlarımız da aydındır ki, hər biri 90 dərəcədir. C-nin koordinatı neçədir? X oxunda 7, Y oxunda 2. D-nin koordinatı neçədir? X oxunda 2, Y oxunda da 2. 7, 2 və 2, 2. Doğru cavab oldu D variantında. Boş xanaya hansı ədəd uyğun gəlir? Dostlar, bu iki kəsirin bir-birinə bərabər ola bilməsi üçün 18 2-dən neçə dəfə böyükdürsə, surətdəki ədəd də 1-dən o qədər dəfə böyük olmalıdır. 18 2-dən 9 dəfə böyükdür. Deməli, surətdəki ədəd də, boş xanaya uyğun gələn ədəd də 1-dən 9 dəfə böyük olmalıdır. 1 9-a vuranda eləyir 9. D variantı doğru cavabdır. Aşağıdakılardan hansı verilmiş üçbucaqlı piramidanın açılış şəklidir? Dostlar, üçbucaqlı piramidanın oturacağı bildiyimiz kimi üçbucaq formasında olmalıdır. D-də ümumiyyətlə konusun açılışı verilib. A-da oturacaq düzbucaqlıdır. B-də kvadratdır. C-də isə üçbucaqdır. Biz də elə üçbucaq olanı axtarırdıq. C variantı doğru cavabdır. Digər üç üzünü də görürsünüz. 1, 2, 3. Doğru cavabımız oldu C variantında. Aşağıdakı müqayisələrdən hansı yanlışdır? A variantında 7-də 1 ilə 7-də 2 müqayisə olunub. Məxrəclərə eyni olan kəsirlər arasında sürəti böyük olan böyükdür. Həqiqətən də 7-də 2, 7-də 1-dən böyükdür. Yenə məxrəcləri eyni kəsirlərdir. Sürəti böyük olan 3 1-dən böyükdür. Ona görə 5-də 3 də 5-də 1-dən böyükdür. Bu da doğrudur. 4-də 1, 4-də 3. Məxrəcləri eynidirsə, sürəti böyük olan böyük olacaq. Yəni 3 1-dən böyükdür deyə 4-də 3, 4-də 1-dən böyük olacaq. Bu da doğrudur. C-də yenə məxrəclər bir-birinə bərabərdir. Sürətlərin arasında böyük olan 3-dür. Deməli, işarə yanlış qoyulub. Böyükdür yox, kiçikdir işarəsi qoyulmalı idi. 6-da 2 kiçikdir, 6-da 3-dən. C variantı oldu bizim cavabımız. Kəsirləri toplayın. 9-da 3 üstə gəlsin 9-da 5. Dostlar, məxrəcləri bərabər kəsirləri toplamaq üçün nə etməliyik? Hər ikisi məxrəci bərabərdir də. Məxrəci olduğu kimi saxlayıb, sürətləri toplamalıyıq. 3 ilə 5-in cəmi edir 8. Cavabımız oldu 9-da 8. C variantı doğru cavabdır. Hesablayın və müqayisə edin. Sağdakı kəsirimiz 8-də 7-dir. Amma solda bir əməlimiz var. Bunu yerinə yetirməliyik. 1 çıxılsın 8-də 3. Birin məxrəci 8 olan 8-də 8 kəsiri kimi göstərə bilərik. 8-də 8 çıxılsın 8-də 3. Bu da bərabərdir. 8-də 8 çıxılsın 3-ə. Yəni 8-də 5-ə. Deməli, bərabərsizliyin son tərəfində oldu 8-də 5.
Sağ tərəfində oldu 8-də 7. Məxrəclər bir-birinə bərabərdirsə, surətlər arasında böyük olan 7-dir. Deməli 8-də 7 də 8-də 5-dən böyük olacaq. Bizə lazımdır kiçikdir işarəsi. 8-də 5 kiçikdir 8-də 7-dən. B variantı doğru cavabdır. Vüsal gedəcəyi yolun əvvəl 6-da 2 hissəsini, sonra isə 6-da 3 hissəsini getdi. Vüsal gedəcəyi yolu tamamlamaq üçün daha neçə hissə getməlidir? Deməli, əvvəl gedib 6-da 2, sonra gedib 6-da 3. Cəmi nə qədər gedib? 6-da 2 üstəgəl 3. Yəni 6-da 5. Yolun 6-da 5-ini gedibsə nə qədər qalıb? Bunu tapmaq üçün 1-dən, yol 1-dir, düzdür, vahiddir, tamdır. Çıxmalıyıq 6-da 5-i. Biri məxrəci 6 olan 6-da 6 kəsr kimi göstərmək olar. 6-da 6 çıxılsın 6-da 5. Bu bərabərdir 6-da 6 çıxılsın 5. Yəni 6-da 1. Sən demə yolun hələ gedilməli olan 6-da 1 hissəsi qalıb. A variantı doğru cavabdır.